Unumuzu əlavə edirik. Burada xanımlar 1 kiloqram undur. Yumurtamızı əlavə edirik. Daha sonra yağımızı əlavə edəcəyik. Mən burada 250 qram kərə yağı istifadə etmişəm. Daha sonra 230 qram 15% xamamızdır. Onu əlavə edirik xəmirimizin içərisinə. Daha sonra xanımlar 1 çimdik duzdur. Çay qaşığının ucundan biraz çox mayadır. 1 xörək qaşığı yarım şəkər tozudur. 2 paçka vanil və apardığı qədər ilıq süd istifadə edəcəyik. Başlayırıq yoğurmağa. Südümüzü hamısını birdən-birə əlavə etmirik. Çünki bilmək olmaz. Onun keyfiyyətindən asılıdır. Bəzən xəmir yumuşaq ola bilər və ya da daha çox bərk ola bilər. Ona görə az-az istifadə edirik südümüzü. Xəmirimiz artıq hazır olur xanımlar. İndi sizə göstərəcəm hansı yumuşaqlıqda xəmir yoğurulmalıdır. Baxın, paxlava xəmiri qəti şəkildə çox yumuşaq ola bilməz. İndi isə xəmirimizi 20 dəqiqə dinləndirib başlayacağıq kündələrimizi tutmağa.